xəbər yeni xəbərdir. Yəni bu yaydan, may ayından, iyun ayından qalan xəbər deyil. Yeni xəbərdir. Bakıda kilosu 280 manat olan meyvə satılır. Hansı meyvədir? Mənim üçün də maraqlı oldu. Baxdım ki, Bakıda mağazalar şəbəkəsində birində 156 qramlıq göyçə alçası təxminən 43 manata satışa çıxarılıb. Dilimdə topuq vurdu, alçanın adını çəkdim. Göyçə alçası, 156 qramlıq göyçə alçası. Bəli, təbii ki, bu barədə sosial şəbəkələrdə də belə yayım olunur. Ümumiyyətlə, belə aylarda alça yemək düzdürmü? Kim belə ayda alça yeyir? Soyuq hava, indi turşu xəmir yeməkləridir. Nə bilim, düşbərədir, qutabdır. Bu aylarda meyvələr də, xüsusi meyvələr var ki, adam ancaq onları yemək istəyir. Təbii ki, kiloqramı bu meyvənin hal-hazırda 280 manatdır. Təbii ki, izləyicilər bu qiymətin fantastik olduğunu qeyd ediblər və təbii ki, aidiyyatı qurumların tədbir görülməsi mütləqdir deyib izləyicilərdən də. Almayın. 1 manat 25 qəpiyə, 1.30-a gözəl üzümlər var. Belə yekə, belə gilələri. Gedin salxımı da, bir salxımı 1 kiloqramdır. Gedin ondan alın, yiyin. Bu dəqiqə digər meyvələr var, yeməyin alça.